illərdir mətbuatda müxtəlif mövzularda çıxış edən yazıcı ekspert Gülər Mübarizin Sözün Mübarizə adlı kitabının təqdimat mərasimi keçirilir. Yeniçığaz xəbər verir ki, tədbirdə şəhid anaları, tanınmış musiqiçi Arif Səlimov, Həyat Fondunun rəhbəri Hacı Nuran, Tabın redaktoru Nəcibə İlkin, Vətən İnfo.az saytının baş redaktoru Qarabağ qazisi Nahid Canbaxışlı və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbiri açıq elan edən yazıcı Gülər Mübariz qonaqları salamlayaraq kitab haqqında məlumat verib. Müəllif bildirib ki, Sözün Mübarizi şəhidlərimizə həsr olunmuş publistik məqalələr toplusudur və bu mövzuda onun üçün həm yaradıcılıq, həm də mənəvi baxımdan olduqca dəyərlidir. Təqdimat zamanı musiqiçi Arif Səlimov Gülər Mübarizin sözlərinə bəstələnmiş musiqi əsərini ifa edib. Qeyd edək ki, bu Gülər Mübarizin ikinci kitabıdır. Onun ilk nəşri İkinci Həyat adlanır. Tədbir boyu müəllifin şəhidlərə həsr etdiyi yazılar yüksək qiymətləndirilib. Onun jurnalist və yazar kimi vətənpərvərlik mövzusundakı fəaliyyəti xüsusi vurğulanıb. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.